Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Biz İman Əsərləri kitabını devam edirik. Burada ikinci bölümde qədərə iman bölümündəyik. Biz ikinci sefer müəllif rəhməhullah burada ayələr zikirləmişdi o barədə. Və hədisdə Müslimdə gələn hədis səhih hədis zikr edir. Abdullah ibn Amr ibn Aslan radiyallahu anhumadan gələn hədisdə demişdi ki, Allahın Resulü sallallahu aleyhi ve sellem demiştir. İnna Allaha qaddara maqadiral xalaiq qabla an yakhluqa as-samawati vel ardı bi 50.000 sene. Allah Teala göyləri, yerləri yaratmamışdan 50 min il öncə yaratılmışların qədərlərini təqdir etmiştir. Qal və arşuhu alel ma. Deyir ki, arşı suyun üzərindədir. Bu hədis açıq aydındır ki, Allah-u Teala o yaradılmışların məqadirlərini, yəni qədərlərini təqdir eləmişdir. Göylərin, yerlərin 50 min il yaratmamışdan öncə. Sonra məxluqatları yarattı. Birinci təqdir edib, sonra yaradıbdır. Və əhsu adədəhə, hamısını sahibdir, sayını sahibdir Allah Teala. Və xaləqə əmələhə, əməllərini yaradıbdır. Xoşbəxt əhlini, bədbəxt əhlini bəyan edibdir. Kasıb olanı, fəqir olanı bəyan edibdir. Yəni fəqir əhli olan, varlı olan əhli bəyan edibdir. Sağlam olanı, xəstə olanı, bundan başqa olan, hətta şəvqəti yüşəbbuhə, hətta insana batan o tikanı belə Allah Teala təqdir eləmişdir. Qad qaddərallahu zəlikə və qada. Qəza və qədərləmişdir bunu. Bu, müminlərin əqidəsidir. Bunun üçün də o vaxt ki, Peyğəmbər sallallahu aleyhi ve sellemə deyilmişdir ki, ey Allahın Resulü, həlil əməlu fi şeyin qad furiqa minhu əm fi şeyin müstənəf. Yəni, əməl artıq dayanıbdırmı, yoxsa təzədən bir də nəsə olacaqdır? Yəni, bu yazılıbdır, burada dayanıbdır. Yoxsa gələm nəsə olacaqdır? Sual verir. Nəbi sallallahu aleyhi ve sellem deyir ki, qad fi şeyin qad furiqa minhu. Yəni, qad qaddarahu Allah və qadahu və əbramahu. Fələ yətəğayyəru və lə yətəbəddəl. Deyir ki, artıq əksinə, hər şey yazılıb qutarıbdır. Hər şey bilinir. Yəni, Allah Teala onu qəza və qədər edibdir. Oradan heç nə dəyişməyəcək. Nə tezləşəcəkdir, nə gecikəcəkdir. Onlara deyir ki, sahabələrə deyir ki, lakin siz əməl edin. Və lakin əməlu, yəni əməl edin. Yəni bu yazılsa belə, biz o yazını bilmirik. Siz nədir? Əməl edin. Fə kullun müyəssərun limə xuliqalə. Kim nə üçün yaradılıbsa da, o onun üçün asatlaşıbdır. Görə, subhanallah. Kim nə üçün yaradılıb, o onun üçün asatlaşacaqdır. Çünki burada müyəssərun onun üçün asıtlaşmış olacaqdır. Fəəmmə mən kənə min əhli səadəti, kim ki xoşbəxtçilik əhlindəndirsə də, fəsəvfə yüəssəru li əməli əhli səadəti, xoşbəxtçilik əhlinin əməli onun üçün asıtlaşacaqdır. Və mən kənə min əhli şəqa, kim ki bədbaxtçılıq əhlindəndirsə, onun üçün də bədbaxtçılıq əhlinin əməli asıtlaşdırılacaqdır. Fəcəaləl ünvanə lis-səadəti salihul əməl. Xoşbəxtçiliyin ünvanını salih əməl qoymuşdur. Yəni ki, salih əməli xoşbəxtçiliyin ünvanı olaraq qoymuşdur. Yəni, salih əməl nəyə dalət edir? Xoşbəxtçiliyin ünvanına. Bədbaxtçılığın əməli isə pis əməl. Bədbaxtçılığın ünvanı isə pis əməl olaraq bildirmişdir. Və sonra Allah Subhanahu Taala'nın bu ayəsini oxuyur. Fəəmmə mən a'ta və təqa, kim verər malından, Allahdan qorxar, və saddaqa bil husnə, husnəni təsdiqləyər, ona iman gətirər, fəsənüyəssiruhu lil-yusra. Onun üçün, yəni cənnəti asatlaşdıraraq oraya gedən yolu. Bu nədir? Xoşbəxtçiliyin ünvanı və bədbaxtçılığın ünvanı nədir? O əməldir. Xoşbəxtçiliyin ünvanı da, bədbaxtçılığın ünvanı da əməldir. Bu, iman əhlinin əqidəsidir. Və kənə arşuhu aləl-mə, arşı suyun üzərində idi. Alimlər ixtilaf edirlər. Arş
məxluqatların ən birincisidirmi, yoxsa qələmmi? Bu barədə alimlər ixtilaf edir. Qələmmi birincidir, yoxsa arş mı birincidir? Bəziləri deyirlər ki, arş ən birinci yaradılmışların ən birincisidir. Lənə Nəbiyyə sallallahu aleyhi və səlləm zikr edir ki, Allah Teala var idi, onunla yanaşı bir şey yox idi, suyu da, arşı da suyun üzərindəydi. Yəni sonra arşı yarattı, arşı suyun üzərində, yəni arşı yarattı. Fəxələqəl qələm, arşdan sonra da qələmi yarattı. Və qələmə dedi ki, yaz. Bu ən racih olan qövüldür. Şeyx Zeyd Mədxəli Rəhmanlı deyir ki, bu ən racih olan qövüldür. Lənəl arş huve avvəlil məxluqat. Arş yaradılmışların ən birincisidir. Allah subhanahu teala onu suyun üzərində yaradıbdır. Və enne Allah azze ve celle qad isteva ala arşihi istivaen yaliku bi azametihi ve celalihi. Onun əzəmətinə və cəlalına layiq olan bir şəkildə Allah subhanahu teala arşa istiva eləmişdir. La teşbih, və la temsil, və la təhrif, və la ta'til, və la təəvilin fəsid. Nə oxşatmadan. Təşbih ilə təmsilin fərqi nədir? Əslində Quranda varid olan təmsildir, misil vermək. Təşbih nədir? O da olmayan adadır. Lüğəti baxımda olmayan. Amma bunlar bir yerdə gəldi, belə bir mənada ki, nə olmayan bir şeyi xəyal eləmək, təşbih. Olmayan bir şey xəyal etsən, oxşadırsan və yaxud da təmsil olan bir şeyi oxşadırsan. Əl deysən, məsələn, insan əlini göstərsən, bunu oxşuyur. Bu olmaz. Və yaxud da təmsil, təşbih deysən, o beyninə xəyallar gəlir, 7, əl, 8, əl, belə qeyri olmayan bir şeylərdə o da olmaz. Nə də ki, təhrif eləmək, təhrif dəyişmək. Mənasındansa, nə də inkar eləmək. Nə də ki, yozun vermək, fasət bir yozun vermək. Deyir, əl yəni güc, məsəl üçün, əl və qüdrət. Beləncə. Və innəl qələmə huvəl əvvəlül məxluqati ba'dəl arş. Yəni, qələm də arşdan sonra yaradılmışların ən birincisidir. Gələn səfərə davam edərik. Allah təala istəyirəm ki, bizlərə faydalandırılsın.